Uşaqlarda diafraqma yırtıqlar. Diafraqma yırtıq diafraqma ilə, yəni döş qəfəsini ayıran bir əzələdir. Burada olan bir defektdir ki, qarın boşluğu orqanları döş qəfəsinə keçməsidir. Bunun bir neçə forması var, həqiqi var, yalançı var, boxdalik dediyimiz var, morqani dediyimiz yırtıq var. Morqani yırtığı hansı ki düz sternumdan keçir, düz ürəyin yanına keçə bilir. Boxdalik dediyimiz yırtıq isə bunun həqiqi və yalançı, yəni kisəli və kisəsiz var ki, bu diafraqmanın orta hissəsində olan, istər sağda, istər solda olan bir yırtıqlardır. Bunlar çox ciddi həyati təhlükə yarada bilən patologiyadır və yeni doğmuş dövründə hətta əməliyyat icra olunmazsa halda xəstələri, yəni ölümünə belə gətirib çıxara bilir. Ana bətnində fetal ultrasəs müayinəsi görülür. Bu xəstələr doğular doğulmaz hazırlanaraq, intib olunaraq, bunlarda ola bilən yanaşı ürək qüsurları, ağciyər qüsurları korreksiya olunaraq cərrahi əməliyyata alınır və diafraqma təmir olunur. Çox asan danışsaq da bu həqiqətdə dünyada bir problemli, ciddi bir sahədir. Biz bugünkü gün bu əməliyyatları torakoskopik, yəni qapalı şəkildə icra edirik və ölüm şansları həddindən çox azdır. Valideynlərə çatdırmaq istəyirik ki, bunlardan qorxmasınlar. Bugünkü gün dünya statistikasında 90%-ə qədər bu pasientdən yaşama şansı var. İzlədiyiniz üçün təşəkkürlər.